Arzumla salamlaşdıq. Arzum vəkillə, Hikmətlə görüşdük. Sonra Fərid Həsənovla görüşdük və Fərid Həsənovla bir yerdəyik. Birdən gözüm sataş gördüm Müjgan. Müjganı gördüm. Müjgan görüşdü. Təbii ki, mən də görüşdüm. Və orada Fərid Həsənov yaxşı bir söz dedi. Dedi ki, taliyə qisməti görürsən də Orxan. Həqiqətən də mən o deyirdim, çox belə maraqlı bir bənzərə yaranmışdı. Arzunun məsələsini ictimailəşdirən deyicisi Orxan olub. Əslində Orxan olmayıb, birinci Müjgan olub. Heç. Arzunun tutulmasına sevilən də Orxan deyildiniz, amma sevilən Orxan olmayıb. Sevilən Müjgan idi, özünüz də bilirsiniz. Yəni, sən bugünün həbsinə sevindin, o düzdür, onun barəsində iş gedir, amma ev tutsalında da. Amma sən dəmir barmaqlar arasındasın. Çox qəribə bir situasiya idi. O epizodu, o fragmenti kaş ki imkan verərdilər, çəkərdi, paylaşardım və şərhləri buraxardım sizə. Yaxşı elədim, çevirdim. Yaxşı elədim. Sevmişim, o fikrim yoxdur, mən o uşağı tanımıram və onun yanaşdığı mövzulardan da heç anlayışım da yoxdur. Deyir Allaha şeylər, mən elə insanları xoşlanmıram. Olmaz. Ədalət deyirsən, mən də ədalətin yanındayım. Valla inşallah. Mən nə bilim. Aleykümselam. Heç unutmuruq ha. Burada bəzi gədə-güdələr çörək dizinsin olan adamlardır. Bizim üçün belə bir anlam var da, çörək qurandan irəli gəlir. Çörək kəssinsə, sədaqəti həmişə biz ön plana saxlayırıq. Qada işləyirsən. Hə, Vüqar, işləyirəm. Nə lazım idi, ay Vüqar? Təşəkkür ederim. Əgər düşmədi, kəşf edin. Nə cavab verim, ay dostum? O insanın o sualına mən başqa nə cavab verə bilərəm? Təzə xəbər səhifədədir də, ay, başladım. 2 yoxdur. O Pantera kimdir?